Ümrə ziyarətində olarkən zəvvarlarımızla birlikdə Məkkə ətrafı ziyarətlərimizdə bəzi yerləri yaxından və bəzi yerləri uzaqdan ziyarət etdikdən sonra zəvvarlardan bir hissəsi xanım Xədicənin və Mir Sultan ağanı daha yaxından ziyarət etmək istədiklərini bildirdilər. Biz də öz növbəmizdə ümumi proqramdan kənar olaraq vaxt təyin edib Cənnətül Müəllaya getməyi qərara aldıq. Bura xanımların girişi qadağan olduğundan təbii ki, bu istəyi kişilərlə həyata keçirmək mümkün oldu. Bu qəbirstanlığa əsas girişdən daxil olmaq üçün Cin məscidinin yanına gəldik. Cin məscidinin giriş hissəsindən sağ tərəfindən küçə ilə təqribən 100-150 metr irəliyə doğru hərəkət edirik. Sağ tərəfdə diqqət edərək getdikdə anidən qəbirstanlığın girişinə dönərək içəri daxil oluruq. Qapının üzərinə Məqbərətül Müəlla sözü yazılır. İçəriyə doğru gedib böyük üstü örtülü salondan keçərək